Salam, hər vaxtınız xeyir olsun. Belə bir qaz qarışığı məsələsinə baxaq. Bizə verilibdir asetilin, eten və etan. Ümumi kütləsi 123 qramdır. Tam yanma məhsullarını veribdir və yanması zamanı 75 qram su alınıb. H1,2 izotop sayı neçə moldur? Onu tapmaq tələb olunur. Birinci biz tapaq görək ki, bu qarışığın tərkibində nə qədər karbon var? Deməli, yanma məhsullarında, bu karbon qazında karbonun birində 13 izotopuna malikdir karbon, digərində 12 izotopuna. 13 izotopuna malik olan 4 moldur. Ona görə 4'ü vuruq 13'ə eləyəcək 52. 52 yazaq 52. Digərində isə deməli 5 moldur. 5'i də 12'yə vururuq, eləyir 60. Bərabər eləyir 112. Deməli, bu qarışığın tərkibində ümumi 112 qram karbon var. Və 123 qram da ümumi bizdə qarışığın kütləsi. 123'dən 112'ni çıxırıq. 123'dən çıxırıq karbonun kütləsini. Tapırıq ki, bu qarışığın tərkibində 11 qram hidrogen var. Bizdə deyir ki, yanma zamanı 75 qram su alınıbdır. Deməli, suyun formulunu yazaq. Birini X ilə qəbul eləyək, birini Y ilə. Bir izotopunu X qəbul eləyək. Digərində də H2O 1,2 izotopunu. Bizdən bax bunu soruşur ki, 1,2 izotopuna malik neçə dənə izotopu var burada. Deməli, bunun kütləsi olacaq 18x. Üzərinə gələcək burada da 20y. Və suyun kütləsi ümumilikdə 75 qram deyir alınıbdır. Tərkibinə baxırıq burada hidrogenin. Bax, bunun tərkibində 2x qədər hidrogen var. Bu hissədə 4y qədər hidrogenimiz var. Ümumi hidrogen də tapdıq ki, buradan 11 qramdır. Baxın, bunu sistem şəklində həll edirik. Bu hissəni pozaq. Sistem şəklində həll edəndə tapırıq ki, deməli, x-imiz 2,5 qramdır. 2,5. Y-imiz 1,5'dir. Bizdən də Y-i soruşur, hansı ki 1,2 izotopuna malikdir. Və suyun tərkibində o da tapdıq ki 1,5'dir. 1,5'i də vuruq 2'yə eləyir 3. Deməli, burada 1,2 izotopuna malik 3 dənə hidrogen var. Düzgün cavabımız olacaq D variantı.